Əgər ruzinin Allahdan gəldiyini qəbul eləyiriksə və eyni zamanda ruzinin də gecikdiyini düşünürüksə, Allahla münasibətlərimizə nəzər yetirməliyik. Harada boşluq var, harada axsama var. Bu məsələnin mənəvi tərəfidir. Daha sonra mümkündür ki, Allah bizdən daha çox çalışmaq, daha çox zəhmət çəkmək, vaxtında planlaşdırmaq. Bax, bütün bunları istəyir. Və ona görə də biz həyatımıza yenidən nəzər salacağıq. Daha çox zəhmət çəkəcəyik, daha çox əmək sərf eləyəcəyik, vaxtında planlaşdıracağıq. Bilirsiniz, elə insanlar var ki, bacarıqlıdırlar, zəhmət çəkirlər, amma vaxtında planlaşdırmağı bilmirlər. Elə şeylər var ki, vaxtında edilməlidir. Və nəhayət, qazandıqlarımızı qoruyub saxlamağı bacarmalıyıq. Yəni, təkcə qazanmaq şərt deyil. Necə qazanmaq nə qədər şərtdirsə, onu qorumaq da o qədər mühümdür.